Salam əziz həmkarlar. Biz bu gün öyrənirik bitkilərin təsnifatı, ibtidai bitkilər, yosunlar. Ümumilikcə bitkilərin təsnifatı ilə məşğul olan elm bitki sistematikasıdır. Və bitkilər aləmi özü iki yarım aləmə bölünür. İbtidailər, bir də alilər. İbtidailərə aiddir yosunlar. Nələr aid oldu? Yosunlar. Alilər özü bölünür. Ali sporlu bitkilər. Ali sporlu bitkilərə mamırdır, qıjıdır, qatır quyruğudur, plaundur. Və toxumlu bitkilər də çılpaq toxumlular, örtülü toxumlular. Biz indi öyrənirik ali bitkilər yox, ibtidai bitkilərdən yosunlar. Ümumilikcə, yosunlar şirin sularda, dənizdə, okeanlarda, quruda yaşayan və 55 mindən artıq növü vardır. Yosunlar özü bir hüceyrəli və çox hüceyrəli olmaqla iki hissəyə bölünür. Yəni bir hüceyrəli nümayəndələr də var, çox hüceyrəli nümayəndələr də var. Yosunlarda ali bitkilərə xas olan orqanlar, yəni kökü, gövdəsi, yarpağı yoxdur. Yosunların fotosintez prosesi xromatoforda gedir. Xromatofor sözünün mənası rəng daşıyan deməkdir. Gəlin görək yosunlardan nə kimi istifadə olunur. Yosunlardan əsasən qida kimi istifadə olunur, kalium gübrəsi kimi istifadə olunur, heyvanlar üçün yem kimi istifadə olunur. Sənayedə yosunlardan yod, selluloza, dinamit, maye şüşə, sabun, boyaların, aqar-aqar maddəsinin istehsalında istifadə olunur. Maddələr dövranında iştirak edir, qida zəncirinin təşkilində mühüm rol oynayır, fotosintez prosesini həyata keçirib, üzvü maddə və oksigen əmələ gətirir. İndi biz öyrənirik yosunların bir hüceyrəli nümayəndələri. Yosunların bir hüceyrəli nümayəndələrinə xlorella, xlamidimonada və quruda yaşayan plevrekok aiddir. Biz öyrənirik xlorella. Xlorella şirin sularda, nəm torpaqda geniş yayılmışdır. Xlorellanın qamçısı yoxdur. Su vasitəsilə, yəni suyun axını istiqamətdə hərəkət edir. Xlorella xaricdən örtülüb qılaf, qılafın daxilində yerləşir sitoplazma, sitoplazmanı əhatə edən xromatofordan, vakuoldan və nüvədən ibarətdir. Xlorellada cinsi çoxalma yoxdur. Çoxalması yalnız qeyri-cinsi çoxalır, qeyri-cinsi və qeyri-cinsi çoxalma zamanı daxili möhtəviyyatı şizogoniya yolu ilə bölünür və daha sonra qılaf yırtılır və yeni xlorella xarici mühitə çıxarılır. Deməli, daxili möhtəviyyatı şizogoniya yolu ilə bölündü, cinsi çoxalması yoxdur, yalnız qeyri-cinsi yolla çoxalır. İndi öyrənirik biz xlamidimonada. Xlamidimonadadan əvvəlcə gəlin quruluşuna baxaq. Ümumilikcə xaricdən qılafla örtülüb, daxili hissəsində xromatoforu var, vakuolu var, nüvəsi var, işığa həssas qırmızı gözlüyü, sitoplazması və yığılıb açılan vakuolu var. Hüceyrəsi armudvari formadadır. Hüceyrəsinə baxsaz, armudvari formadadır. Hərəkətinə xidmət edən qamçısı var və sayı 2 ədəddir. Yəni bir cütdür. Qırmızı rəngli gözcüyü var, işığa həssasdır. Xromatoforu bunun kasa şəkillidir. Yığılıb açılan iki kiçik vakuolu olur. Baxın, şəkilə diqqətlə baxsaz, yığılıb açılan iki kiçik vakuolu var. Diqqətli olun. Əsasən bunlarda çoxalması da qeyri-cinsi yolla və cinsi yolla çoxalır. Gəlin bunun qeyri-cinsi yolla çoxalmasına baxaq. Ümumilikcə xlamidimonada qeyri-cinsi yolla çoxalarkən əvvəlcə bir yerdə dayanır. Dayandıqdan sonra bu qamçılarını itirir. Bir yerdə dayanır və qamçısını itirir. Sonra onun daxili möhtəviyyatı bir neçə dəfə bölünür. Hansı yolla bölünür? Mitoz yolundan. Daxili möhtəviyyatı bir neçə dəfə mitoz yolundan bölünür. 4, bəzən də 8 ədəd kiçik hərəkətli zoosporlar əmələ gətirir. Və bu zoosporlar əmələ gələndən sonra ana hüceyrənin ümumi qılafı dağılır və zoosporlar xarici mühitə çıxaraq müstəqil yaşayan yeni yosuna başlanğıc verir
Və zoosporda da, bunun zoosporunda da 2 ədəd qamçısı olur. Zoosporu da N xromosom dəstinə malikdir. Daha sonra gəlir bunun cinsi çoxalması. Cinsi çoxalma zamanı nə baş verir? Cinsi çoxalma əlverişsiz şəraitdə gedir. Yəni cinsi çoxalma zamanı daxili möhtəviyyatında çoxlu sayda kiçik ikiqamçılı qametlər əmələ gəlir. Bu qametlər hansı yolla əmələ gəlir? Mitoz bölünmə ilə. Sonra bu kiçik qamçılı qametlər əmələ gəldikdən sonra ana hüceyrənin qılafı dağılır və qametlər xarici mühitə çıxır. Baxın, burada baxsaz, birinci bu şəkillə desək, xlamidiyanadanın daxili möhtəviyyatı başladı bölünməyə mitoz yolla. Bölünəndən sonra kiçik miqdarda, yəni çoxlu kiçik ikiqamçılı qametlər əmələ gətirdi, çoxlu sayda. Daha sonra qametlər əmələ gələndən sonra bu qametlərdə mitoz bölünmə yolu ilə əmələ gəlir. Ana hüceyrənin qılafı dağılır və qametlər suya düşür. Bax, bu qametlər düşdü suya. Fərz edin ki, bunun yanında və ətrafında eynən bu formada başqa bir xlamidimanada da bu proses gedir. Və suya düşmüş bu qametlər başqa fərdin qameti ilə birləşir, cüt-cüt birləşir və zigot əmələ gətirir. Deməli, suya xaricə düşmüş qametlər başqa fərdin qaməti ilə birləşərək zigot əmələ gətirir. Bu zigot qalın qılafla örtülür. Əlverişli şəraiti keçirir. Əlverişli şəraitə gələndə bu zigot artıq meyoz yolla bölünür, meyoz bölünmə keçirir və 4 ədəd cavan xlamidimanada əmələ gəlir. 2 qamçılı. Deməli, bunun qameti N xromosom dəstinə malikdir, zigotu 2N xromosom dəstinə malikdir və zigotu meyoz yolla bölünərək əmələ gətirir cavan xlamidimanadaları. Diqqətli olursunuz burada. Bu hissələri bildik. İndi keçirik çoxhüceyrəli yaşıl yosun. Çoxhüceyrəli yaşıl yosunlara nələr aiddir? Ulotrix və sporogira. Ulotrixdir, sporogiradır, ulvadır. Bunlar çoxhüceyrəli yaşıl yosunlardır. Ümumilikcə gəlin birinci Ulotrixin quruluşuna baxaq. Ulotrix axar şirin sularda yaşayır. Budaqlanmayan sap şəkilli yosundur. Sapın ucundakı hüceyrə rəngsiz hüceyrədir. Xromatoforu yoxdur, nüvəsi yoxdur. Sırf əşya yapışmağa xidmət edir. Digər hüceyrələri yaşıl rənglidir, eyni quruluşda olub qalın qılafla örtülüb və bir nüvəlidir. Bunun xromatoforu qapanmayan halqa şəkillidir. Qeyri-cinsi və cinsi yolla çoxalır. Daha sonra sporogiranın da quruluşuna baxaq, sonra onun çoxalmasından danışaq. Ümumilikcə sporogira şirin sularda yaşayır, budaqlanmayan sap şəkilli yosundur. Hüceyrəsi iri, silindir şəkilli və bir nüvəlidir. Xaricdən selikli maddə ilə əhatə olunmuşdur. Xromatoforu lent şəkillidir. Vegetativ üsulla və ya cinsi yolla konjugasiya etməklə çoxalır. Konjugasiya nədir? Birləşmə deməkdir. Konjugasiya edəndə iki sporogira bu formada yaxınlaşır bir-birinə, bir-birlərinə daxili möhtəviyyatların ötürürlər. Yəni, daxili möhtəviyyatları qarışır. Və nüvələrin birləşməsi nəticəsində nüvə bölünür, 4 sporogira əmələ gəlir. Bunun 3-ü məhv olur, biri qalır. Ona görə də konjugasiya prosesində say artmır. Daha sonra gəlir ulva. Ulva dənizlərdə yaşayır, Xəzər dənizində də var. Tallomu görsəniz əl boydadır. Əsasən kənarları qıvrılmış şəkilli, lövhə şəkillidir. Tallomun alt hissəsində əşya yapışmaq üçün qısa saplağı var. Qeyri-cinsi və cinsi yolla çoxalır. Əlverişli şəraitdə qeyri-cinsi, əlverişsiz şəraitdə cinsi yolla çoxalır. Bunun da zoosporları 4 qamçılı, qametləri də 2 qamçılı olur. İndi biz burada Ulotrix yosununun çoxalmasına baxırıq. Ulotrix yosunu əvvəlcə qeyri-cinsi yolla çoxalmasına baxaq. Baxın, substrata yapışan hüceyrədən başqa hər bir hüceyrəsi başlayır daxildə bölünməyə. Daxildə bölünür, 4 qamçılı zoosporlar əmələ gətirir. Hansı yolla bölünür?
mitoz bölünmə ilə bölündü və 4 qamçılı zoosporlar əmələ gəldi. Sonra bu qılaf dağılır, bu zoosporlar suya düşüb sərbəst üzür və sudakı hər hansı bir hissəyə yapışaraq yeni Lotrix sapına başlanğıc verir. Zoosporların sayı 2, 4, 8 olur, yəni dəyişir bu qiymətdə və əsasən 4 qamçılı şəkildə olurlar. Aha, indi gəlir əsasən Lotrixin cinsi çoxalması. Lotrix cinsi yolla necə çoxalır? Bu əlverişli şəraitdə olur. Lotrix yosunun hüceyrələrində başlayır 2 qamçılı qametlər əmələ gəlməyə. Bu qametlər hansı yolla əmələ gəlir? Mitoz bölünmə ilə. Baxın, 2 qamçılı qametlər əmələ gəlir. Daha sonra qılaf partlayır və bu qametlər xarici mühidə tökülür, yəni su mühidinə. Fərqli qametlər birləşirlər və əmələ gətirirlər, fərqli qametlər birləşib əmələ gətirir ziqot. Ziqot əlverişli mühitdə meyoz bölünmə keçirir. Nə keçirir? Meyoz bölünmə. Meyoz bölünmə keçirir və 4 ədəd qamçısız spor əmələ gəlir. Sporların hər birindən yeni Lotrix inkişaf eləyir. Yəni, burada baxsaz, yosunların qametləri mitoz bölünmə yolu ilə əmələ gəldi. Ziqotlarından yeni fərdlər əsasən meyoz bölünmə yolu ilə əmələ gəldi. Qametlər N xromosom dəstinə malikdir. Ziqotlar da 2N xromosom dəstinə malikdir. Daha sonra qonur və qırmızı yosunlara baxırıq. Ümumilikcə, biz burada baxsaq, əvvəlcə gəlin qonur yosunlara baxaq. Qonur yosunlara aiddir laminaria, makrosistis və fukus. Bunlar qonur yosunlardır. Nələr oldu? Laminaria, makrosistis və fukus. Laminaria budaqlanmır. Baxın, laminaria budaqlanmır. Yəni, budaqlanma kimi bir xüsusiyyəti yoxdur. Amma fukusla makrosistis bunlar budaqlanır. Laminaria 2N hüceyrə dəstinə malikdir. 2N hüceyrə dəstinə malikdir. Davam edirik. Deməli, laminaria yosununun digər adı dəniz kələmi adlanır. Əsasən qonur yosunların içərisində ən geniş yayılmış nümayələrindən biridir. Bu laminaria yosunu les şəkillidir və bunun rizoidləri var ki, həmin rizoidlər vasitəsilə suyun dibinə yapışır. Laminaria yosunu çox illikdir. Bunlardan raxit və sarılıq xəstəliklərinin müalicəsində istifadə olunur. Gəlin bir dənə bunun çoxalma şəklini burada verib-verməyib. Gəlin bu laminariyanın çoxalma formasından danışaq, bu hissədən yaza-yaza. Ümumilikcə, laminariyada 2 cücərti olur. Dişi cücərti, bir də erkək cücərti. Dişi cücərtisinin hüceyrəsi az olur. Erkək cücərtisində hüceyrə çox olur. Deməli, əmələ gəldi dişi cücərti, bir də erkək cücərti. Dişi cücərtidən əmələ gəlir yumurta hüceyrə. Erkək cücərtidən əmələ gəlir spermatozoid. Və yumurta hüceyrə də N xromosom dəstinə malikdir, spermatozoid də N xromosom dəstinə malikdir. Bunların mayalanmasından əmələ gəlir ziqot 2N. Və ziqotdan yeni saprofit nəsil inkişaf eləyir. Yəni, laminaria yeni saprofit nəsil inkişaf eləyir. Yetkin saprofit nəsil. Bunun da xromosom dəsti 2N-ə malik olur. Yenidən bunun üzərində bölünmələr gedir. Yəni, sporangilər əmələ gəlir. Daha sonra laminaria əmələ gəlir. Bu laminariyada özü bölünüb zoosporları əmələ gətirmək üçün bu 2N meyoz yolla bölünür. Meyoz yolla bölünür və zoosporlar əmələ gətirir. Bu zaman zoosporlar N xromosom dəstinə malik olur. Hər bir zoospordan da erkək və dişi cücərtilər əmələ gəlir. Burada baxdıq, dedik rizoidlər əsasən rizoidlər vasitəsilə substrata yapışır. Rizoid sözünün mənası rizo kök, eidos bənzər deməkdir. Və laminaria yosunudur, porfifora yosunudur. Bunlarda nəsil növbələşməsi gedir. İndi qırmızı yosunlara baxaq. Qırmızı yosunlara aiddir porfiforadır, filliforadır, bir də radimeniyadır. Radimeniya. Əsasən bunlar qırmızı yosunlardır. Qırmızı yosunlar 200 metr dərinlikdə və daha dərin qatlarda yaşayırlar.
Onların xromatoforlarında qırmızı rəng, göy rəng pigmentlər var. Əsasən dərində yaşayan nümayəndələrinin rəngi tünd, suyun üst qatlarında olan nümayəndələrinin rəngi isə al qırmızı rənglidir. Yosunlarla bitdi. İndi gəlirik mamırlar. Dedik ki, ali sporlu bitkilər, mamırlar və qıcılar ali sporlu bitkilərə aid oldu. Nələr? Mamır idi, qıcı idi, plano idi, qatırquyruğu idi. Bunlar ali sporlu bitkilərdir. İndi biz mamırlara baxırıq. Mamırlar əsasən ali bitkilər, ibtidai bitkilərdən orqanının olmaması ilə fərqlənir. Baxın, ibtidai bitkilərin orqanı yoxdur. Amma ali bitkilərdə artıq orqanlar əmələ gəlir. Ümumiyyətcə, mamırlar özünün 35 minə qədər növü var. Mamırlar kör şaxədir. Yəni, heç bir hissəyə başlanğıc vermir. Yosunlardan başlanğıc götürdüyü güman olunur. Amma özü nədir? Kör şaxədir. Mamırların nümayəndələri yaşıl quş mamırıdır. Bir də yaşıl sfaqnum mamırıdır. Biz indi yaşıl quş mamırı ilə sfaqnum mamırının quruluşuna baxaq. Yaşıl quş mamırı əsasən geniş yayılmış nümayəndələsidir. Gövdəsi dik qalxır, budaqlanmır. Üzərində yaşıl rəngli sıx yerləşmiş yarpaqlar olur. Bunlarda gövdənin dib hissəsində sapşəkilli rizoidlər olur ki, həmin rizoidlər vasitəsilə torpağa bərkiyirlər və torpaqdan suyu, mineral maddələri çəkirlər və yaşıl quş mamırı özündən 4 dəfə çox su uda bilir. Yaşıl quş mamırı 2 evli bitkidir. 2 evli. Onun yayıldığı yerdə həm dişi bitki, həm erkək bitki olur. Əsasən yaşıl quş mamırının erkək bitkisinin gövdəsinin yuxarı hissəsində yarpaqları sıx və iridir. Yəni, o yuxarı hissədə bu qutucuqla saplaq hissə olmur. Bax, bu formada olur, fərz eləyin ki. Yarpaqları sıx və iridir və burada antredi yerləşir. Antredin içərisində də spermatozoidlər əmələ gəlir. Baxaq, görək bu hissədə onun şəklin çoxalmasını falan verib. Aha. Dedik ki, nələr əmələ gəlir? Spermatozoidlər əmələ gəlir. Dişi bitkisinin gövdəsinin yuxarı hissəsində kolba yerləşir. Bax, bu dişi bitkidir. Burada verilən, bax, bu şəkil dişi bitkidir. Dişi bitkidə gövdənin yuxarı hissəsində kolba formasında arxegoni yerləşir. Və arxegonidən nə əmələ gəlir? Yumurta hüceyrə. Aha. Arxegonidə dedik nə əmələ gəlir? Yumurta hüceyrə əmələ gəlir. Ümumiyyətcə, yaşıl quş mamırının çoxalması üçün yağış su mühiti lazımdır. Yağış yağanda bu kisəciklərdə toxunur və erkək qametlər yumurta hüceyrənin üzərinə düşür. Bunun erkək qametləri qamçılıdır. Mayalanması su mühitində gedir. Mayalanandan sonra ziqot əmələ gəlir. Həmin bu ziqotdan, bax, bu ziqotdan, bu hissədə verib bunu, verməyib. Ziqotdan ayaqcıq və qutucuq inkişaf eləyir. Bax, bu ayaqcıqla qutucuq ziqotdan inkişaf elədiyi üçün 2N xromosom dəstinə malikdir. Amma yarpağı, gövdəsi, rizoidi N xromosom dəstinə malikdir. Burada verib, bax, bu hissədə əsasən verib. Arxegon əmələ gəldi, antredi, yumurta hüceyrə, spermatozoid birləşdi əmələ gətirdi ziqotu, yumurta hüceyrə də N'dir, spermatozoid də N'dir, ziqot birləşdi oldu 2N, ziqotdan yetişmiş qutucuq, bir də qutucuğun kolba forması saplağı. Yəni, bunlar da 2N xromosom dəstinə malikdir. Daha sonra, indi bu yetişmiş, əsasən dedik ki, ziqotdan ayaqcıq, ayaqcığın üzərində də qutucuq əmələ gəlir. Qutucuğun içərisində əmələ gəlir sporlar. Qutucuq özü 2N'dir, amma sporları N xromosom dəstinə malikdir. Yetişmiş bu sporlar qutucuqdan tökülür və küləklə ətraf mühitə düşür. Əlverişli şərait olanda bu sporlar cücərərək protonema əmələ gətirir. Protonemanın da xromosom dəsti N-ə malikdir. Protonema böyüyür, şaxələnir və bunun üzərində tumurcuqlar əmələ gəlir. Bu tumurcuqdan da yarpaqlı gövdəsi olan mamırlar inkişaf edir. Beləliklə, mamırlarda cinsi nəsil, şəkildə görsəz birinci cinsi nəsildir. Cinsi nəsil qeyri-cinsi nəsillə növbələşir. Mamırlarda cinsi nəsil üstünlük təşkil edir, uzun ömürlü olur, qametləri mitoz yolla əmələ gəlir. Daha sonra gəlirik biz buradan. Ümumilikcə bunun da qeyri-cinsi nəsli. Yəni cinsi nəsil nədir?
üzərində yumurta hüceyrə ilə spermatozoid əmələ gəlsin. İndi cinsi nəsil nədən başlanğıc götürür? Yetkin bitki cinsi nəsildir. Nədən başlanğıc götürür? Protenemanın üzərində olan tumurcuqlardan. Bəs qeyri-cinsi nəsil nədir? Qeyri-cinsi nəsildə həmin bu, bax bu hissə qeyri-cinsi nəsildir, spor əmələ gələn hissə. Kolbacıqla, əsasən kolpacığın ayaqcığı. Bu da qeyri-cinsi nəsildir. Qeyri-cinsi nəsil nədən başlanğıc götürür? Qeyri-cinsi nəsil də zigotdan başlanğıc götürür. Ümumilikcə arxegoni antredi, yəni yumurta hüceyrə və spermatozoid əmələ gələn olur cinsi nəsil, ancaq spor əmələ gətirənlər olur qeyri-cinsi nəsil. Burada da diqqətli olursunuz. Sonra əsasən biz sfaqnum mamırına baxağın. Ümumilikcə sfaqnum mamırına baxsaq, sfaqnum mamırı, sfaqnum sözünün mənası süngər deməkdir. Onu ağ mamır da adlandırırlar. Əsasən torf bataqlıqlarında yaşayır. Sfaqnum mamırı gövdəsi uzun, zəif və budaqlıdır. Yəni çox budaqlıdır. Yaşıl quş mamırından fərqli olaraq sfaqnumun rizoidləri yoxdur. Amma bunun protenemasında rizoidlərə rast gələ bilərik. Sfaqnum mamırında iki tip hüceyrələr var. İçərisi boş su toplayan hüceyrələr, bir də xloroplasta malik hüceyrələr. Yəni bir qrupu xlorofillə zəngindir. Bu canlı hüceyrədir, fotosintez baş verir. İkinci qrup içərisi boş, şəffaf və deşikli hüceyrədir. Bunlar ölüdür, ambar vəzifəsini yerinə yetirirlər və özlərindən 20-25 dəfə artıq su udurlar. Ona görə də onların yayıldığı yer bataqlıqlara çevrilir. Sfaqnum mamırı hər il 2-3 sm böyüyür və hər il böyüdükcə də aşağı hissəsi məhv olur. Sfaqnum mamırı bir evli də ola bilər, iki evli də ola bilər. Məsələn, burada mamırlara misal olaraq bu tip məsələlər verirlər. Tutalım deyirlər ki, yaşıl quş mamırının çəkisi en qədərdir. Suyu udandan sonra onun çəkisi nə qədər olar? Baxın, quru çəkisi, yəni öz çəkisi, buradan yazaq. Öz çəkisi endir. Su udandan sonra bizdən çəkisini soruşur. Sfaqnum mamırı özündən neçə dəfə çox su udur? 4 dəfə. İndi en qədər öz çəkisi varsa 4 dəfə də çox su udacaq. Bu da eləyəcək 4-in. Su udandan sonra kütləsi en üstə gələk 4-in olacaq 5-in. Yəni en olur quru kütləsi. 4 dəfə də özündən çox su uddu. Bu da olur su udmuş kütləsi. Cəmi kütləni soruşanda quru kütlənin üzərinə su udulan kütləni gəlirsiniz. Bu da eləyir 5-in. Və ya deyir ki, sfaqnum minimum su udandan sonra çəkisi nə qədər olar? Məsələn, sfaqnumu en götürürəm. Mən də bilirəm ki, 20-25 dəfə özündən çox su udurur. Minimum deyirsə 20 götürürəm. Bu olur öz çəkisi. Su udanda da özündən 20 dəfə çox sudur. Bu da olur 20-in. Ümumi çəkisi deyəndə toplayırsınız. Ümumi çəkisi bərabərdir 21-ə. Və ya maksimum deyir. Tutalım ki, deyir ki, sfaqnum mamırı maksimum su udub. Çəkisi nə qədər olub? Yenə en öz çəkisidir. Özündən əsasən, bax, en öz çəkisidir. Özündən çox sudur. Tutalım ki, özündən 25 dəfə, özündən 25 dəfə sudur, 25-in. İndi ümumi çəkini soruşanda 25-in üstə gələk en eləyir 26-in. Buradan əlavə nələri bilməlisiniz? Ümumilikcə dedik yosunlar. Başlanğıc götürdüyü güman olunur. Mamırlar yosunlardan başlanğıc götürdüyü güman olunur. Mamırlar kör şaxədir, başlanğıc vermirlər. Mamırlarda cinsi nəsil üstünlük təşkil edir. Ömürləri uzun olur. Qametləri mitoz yolla əmələ gəlir. Mamırlar əsasən zigotu 2 xromosom dəstinə malikdir. Qeyri-cinsi nəsil başlanğıcını götürür zigotdan. Cinsi nəsil başlanğıcını götürür protenemadan. Daha sonra iki qrup hüceyrəsi sfaqnum olduğunu bildiniz və yosunlardan laminariya ilə porfifora yosunu nəsil növbələşməsi gedir. Ümumilikcə mamırlar şöbəsində qamet əmələ gətirməsinə görə mamırlar oogamiya tiplidir. Nə tiplidir? Oogamiya. Bunu siz 10-cu sinifdə öyrənəcəksiniz. Oogamiya tiplidir mamırlar şöbəsi. Mamırlardır. Daha sonra qıcılardır. Bunlar oogamiya tiplidir. Porfiforadır, laminariyadır yosunlardan. Bunlar oogamiya tipli qametlər əmələ gətirirlər. Amma ulotrixdir, xlamidimonadadır, ulvadır. Bunlar izogamiya tipli qametlər əmələ gətirir.